Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə birlikdə Təsvir sənət fənni sinif 2, kiçik summativ qiymətləndirmə 2, variant A və B suallarını bir yerdə işləyək. Əvvəlcə birinci sualdan başlayaq. Hansı variantda Mikayıl Abdullayevin əsəri qeyd olunub? Dağlar, bahar və axşam. Axşam Maral Rəhmanzadənin əsəridir. Dağlar isə Mikayıl Abdullayev. Cavab A variantı. İkinci sual. Şəkildəki əsərin adı nədir? Mənzərə, dağlar, bahar. Şəkildəki əsər Mikayıl Abdullayevin əsəridir. Və cavab B variantı. Dağlar. Üçüncü sual. Quş, heyvan balıqlarının təsviri nə adlanır? Əsatir, natürmort, animalistika. Quş, heyvan balıqlarının təsviri animalistika adlanır. Cavab C variantı. Natürmort cansız əşyaların təsviridir. Əsatir isə nağıl və hekayələrə təsvir olunan rəsmlər, məsələn, cırtdan nağılı. Dördüncü sual. Qarşımızda olan varlıqların təsviri adlanır. Nöqtələrin yerinə uyğun gələn variantı yazın. Təsəvvür əsasında rəsm əvvəlki müşahidələr əsasında çəkilən təsvirə deyilir. Naturadan rəsm isə qarşımızda olan varlıqların təsvir edilməsi. Cavab B variantı. Animalistika isə heyvan təsvirlərinə deyilir. Beşinci sual. Hansı ornament növündə yarpaq, budaq, gül və digər bitki elementlərindən istifadə olunur? Nəbati, həndəsi və zomorf. Deməli, nəbati ornament növündə yarpaq, budaq, gül və digər elementlərdən istifadə edilir. Altıncı sual. Balaca Esmira əsəri hansı rəssama aiddir? Tahir Salahov, Güllü Mustafayeva, Bəhruz Şəncərli. Balaca Esmira əsəri Güllü Mustafayevanın əsəridir. Cavab B variantı. 7-ci sual. Təşkillanan naxışa deyilir. Nöqtələrin yerinə uyğun gələn variantı yazın. Təşkillanan naxış ornament deyilir. Cavab A variantı. Ornamentində 3 növü var. Nəbati, zomorf, həndəsi. 8-ci sual. Simmetriya nə deməkdir? Qatlanma xətti, kağız qatlama sənəti, gildən yaradılan fəaliyyət növü. Gildən yaradılan fəaliyyət növü yapma adlanır. Kağız qatlama sənəti origami adlanır. Qatlanma xətti isə simmetriya. Cavab A variantı. 9-cu sual. Heyvanları təsvir edən rəssama nə deyilir? Dedik ki, heyvanları təsvir edən janr nə adlanırdı? Animalistika. Amma heyvanları təsvir edən rəssam isə animalist adlanır. Cavab C variantı. 10-cu sual. Gil və plastilindən yaradılan fəaliyyət növü nə adlanır? Origami, aplikasiya, yapma. Dedik ki, origami kağız qatlanma sənətidir. Aplikasiya kağızların üzərinə yapışdırılma və tikilməsi üsuludur. Yapma isə gil və plastilindən yaradılan fəaliyyət növü. Cavab C variantı. 11-ci sual. Hansı variantda Məlik Məmmədxanovun əsəri qeyd olunub? Nar ağacı, narlar miskablarla Balaca Esmira. Balaca Esmira dedi ki, Güllü Mustafayevanın əsəridir. Narlar miskablarla Məlik Məmmədxanov. 12-ci sual. Mikayıl Abdullayev kim olmuşdur? Xalq rəssamı, musiqiçi, müəllim. Mikayıl Abdullayev xalq rəssamı olmuşdur. Əsərləri hansılardır? Mənzərə və dağlar. 13-cü sual. Şəkildə verilən papaq üzərindəki naxışlar ornamentin hansı növüdür? Demişdik ki, çiçəklər, budaq, gül, yarpaq varsa nəbati. A variantı. 14-cü sual. Ornamentin növləri hansılardır? Nəbati, həndəsi və zomorf. 3 növü var. 15-ci sual. Simmetriya nə deməkdir? Deməli, qatlanma xəttində simmetriya deyilirdi. Yəni, bir əşyanın hər iki tərəfi də eynidirsə və qatlandığında hər iki tərəf də üst-üstə düşürsə, bu simmetriya adlanır. 16-cı sual. Nəbati və həndəsi ornamentlər düşünün və çəkin. A variantı bu qədər. B variantı 1-ci sual. Hansı əsər Güllü Mustafayeva aiddir? Narlar miskablarla Balaca Esmira, mənzərə. Güllü Mustafayevanın əsəri Balaca Esmira. B variantı. Narlar miskablarla Məlik Məmmədxanov. Mənzərə əsəri isə Mikayıl Abdullayev. Şəkildəki əsərin adı nədir? Mənzərə, dağlar və bahar. Şəkildəki əsərin adı Mənzərə. A variantı. Mikayıl Abdullayevin əsəridir. 3-cü sual. Hansı ornament növündə dairə, üçbucaq, düzbucaq, kvadrat və digər həndəsi fiqurlardan ibarətdir? Həndəsi, zomorf və nəbati. Həndəsin ornament növündə dairə, düzbucaq, üçbucaqdan istifadə edilir. 4-cü sual. Şəkildəki qabın üzərindəki naxışlar hansı ornament növüdür? Gəlin baxaq.
Üzərindəki fiqurlar daha çox həndəsi, ornament növünə aiddir. 5-ci sual. Qarşımızda olan varlıqların təsviri nə adlanır? Naturadan rəsm, təsəvvür əsasında rəsm, çalar. Çalar dedik ki, bir rəngin müxtəlifliyidir. Təsəvvür əsasında rəsm əvvəlki müşahidələr əsasında çəkilmiş təsvirlər. Naturadan rəsm isə qarşımızda olan varlıqların təsvir edilməsi. A variantı. 6-cı sual. Rəngli kağız parça üzərinə yapışdırılması və tikilməsi nə adlanır? Nöqtələrin yerinə uyğun gələn variantı yazın. Origami dedik ki, kağız qatlama sənətidir. Aplikasiya isə rəngli kağız parça üzərinə yapışdırılması və tikilməsi. Cavab B variantı. Yapma isə plastilin və ya cildən yaradılan fəaliyyət növüdür. 7-ci sual. Mənzərə məntiqi acılığı tamamla. Digər əsər hansıdır? Mənzərə əsəri Mikayıl Abdullayevin əsəridir. Bizdən digər əsəri soruşur. Dağ mənzərəsi, bahar gəlir və dağlar. Bahar gəlir Elmira Şahtantinskayanın əsəridir. Dağ mənzərəsi isə Bəhruz Kəncərlinin. Dağlar isə Mikayıl Abdullayev. Cavab C variantı. 8-ci sual. Plastilin və ya cildən yaradılan fəaliyyət növü nə adlanır? Origami dedik ki, kağız qatlama sənətidir. Aplikasiya kağızların yapışdırılması və tikilməsi üsuludur. Yapma isə plastilin və ya cildən yaradılan fəaliyyət növü. Cavab C variantı. 9-cu sual. Quş, heyvan, balıq təsvirləri çəkən rəssama nə deyilir? Animalistika, animalist, müşahidəçi. Dedik ki, quş, heyvan, balıq təsvirləri çəkilirsə, bu animalistika adlanır. Ancaq onu çəkən rəssama isə animalist deyilir. Cavab B variantı. 10-cu sual. Balaca Esmira əsərində balaca uşaq təsvirinə daha çox hansı rənglərdən istifadə olunub? İsti rənglər, soyuq rənglər, mavi rəng. Balaca Esmira əsərində balaca uşaq təsvirinə daha çox isti rənglərdən istifadə olunmuşdur. A variantı. 11-ci sual. Simmetriya nə deməkdir? Yapışdırma, qatlanma xətti, kəsmək. Cavab B variantı. Qatlanma xətti. 12-ci sual. Hansı fəaliyyət növündə lazım olan hissəni əsas kütlədən hamarlamaqla, dartmaqla ayırmaq lazımdır? Cavab C variantı. Yapma. Burada cil və plastindən istifadə edilir və onu dartmaqla, hamarlamaqla istifadə olunur. 13-cü sual. Rəssam heyvan təsvirləri çəkirsə, bu ornamentin hansı növünə aiddir? Zoomorf, nəbati, həndəsi. Cavab A variantı. Zoomorf. 14-cü sual. Ornament haqqında bildiklərini yaz. Deməli, ornament nədir? Təşkil olunan naxışa ornament deyilir və 3 növü var. Həndəsi, zoomorf və nəbati. 15-ci sual. Simmetriya haqqında bildiklərini yaz. Dedik ki, simmetriya qatlanma xətti deməkdir. Yəni, məsələn, kəpənəyin hər iki tərəfi eynidirsə, bu simmetriya adlanır. 16-cı sual. Simmetriyanı nəzərə alaraq kəpənək rəsmini çəkin. B variantı isə bu qədər.